Biz dəncə qabımızı gördüyünüz kimi stanovka elədik. Bu köhnəsi o idi. Təzəsi də budur. Köhnəsinin bu hissələrdə çıxışlarda yox idi krantları. Krantlar əlavə qoydum ki, sistemin suyu gəlib bu tərəfə keçməsin. Və bunun üzünün də özünü gördüyünüz kimi peynoplastdan bərk materialdır. Düzlüyü var. Bax, bu qaydada olur. Baxıldı. Bu qaydada təzən özünün yeri var, keçir. Sancaqlar da var, dəmir. Onları vurmamışam. Çıxardığında da yavaş-yavaş müxtəlif çıxartırsan. Bunlar Zavadskoydu, gördüyünüz kimi. Zavadskoy dəncə qabıdır. Paykalarına da fikir verin. Samodelini deyir. Zavadskoydu. Bax, bu da belə hazır. Köhnəsi də bu da əzizləyicilər. Gördüyünüz kimi dəncə qabımız da hazırdır. İndi isə antifrizlə sistemimizi işlətməyə görə motorumuzdur. Onları yığıb hazırlayacağıq inşallah. Və bu motoru da dəyişəcəyik. Götürmüşük motorumuz oradadır. Böyle motoru. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolarda çəkiliş olunacaq. Sizlər də abunə olmağı unutmayın. Kim belə videoları görəsiz, çəkilişləri görəsiz ki, hansı hallarla rast gələndə onu səhv eləməyəsiniz, usta səhv eləməyər. Görüb deyəsən ki, yəni bu səhvdir, bu cür qaydada düz olar. Hələlik bu qədər, sağ olun. Kanala da abunə olmağı unutmayın. Sağ olun əzizlər.